Salam, sabahınız xeyirli olsun, hörmətli izləyicilər. İyun ayının 3-də Ordubad rayonunun Nəsrəz kənd ərazisi ilə görüntülərimiz. Dünən hava çox şiddətli isti olub. Dünənlə bugün arasında 10 dərəcə temperatur fərqi var. Bugün də gecə sərin olub, səhər də hava sərindir. Yağış proqnozlaşdırıblar, görək dedikləri kimi var, yoxsa yox. Havada səngə buludlar var, dağ tərəfdə buludlar biraz topalaşıb. Yol boyu gəldikcə dağlara baxıram. 2-3 gün müddətində dağların qarı önəmli sayılacaq qədər azalıb, çox az qalıb, tala-tala, zolaq-zolaq. Bu ilət yaxşı inkişaf eləmədi, bundan sonra da inkişaf gözləmə, artıq yay girir. 15-20 gündən sonra ot biçilməli olacaq. Otun öndürüyü 1-2 qarış, özü də çox seyrəkdir. Qarşıdakı yamaç palıdlı yamaçdır. Hər yerdə olmur palıd ağacı. Diri kənd ərazisində palıdlıq deyilən yer var, orada çox olur. Biz kəndi ilə Ələh kəndi arasında bir yamaç var orada, bir də Tilləyin meşəsi, palıd meşəsidir. Özü şərqə baxsa da o yamacın, yəqin ki, nəmlik var ki, palıdlar orada tutunub qalıblar. Bir il laf quraq oldu. Palıdların bir qismi qurudu, sonra kəsdilər, pöhrələdi. Bəlkə də bu ildə elə illərdən biri olacaq. Çox quraq keçir. Bir odur, qışda qar yağa, yazı yay quraq ola. Bu il payızda, qışda, yazda yay hələ gözləyirik, hamısı quraq olub. Hər il bu yamaca ota girməyə xöflənirdik. İlanqalar ayağımızın altında, indi itir, axtar tap. Otun içine 5 qəfi atsam, yenə axtarımını taparam, o qədər seyrəkdir, elə uzaqdan görsənir. Hələ Nəsrəz kəndi, onun ərazisi digər kəndlərə nisbətən yaşıldır. Uzaqda görsənir, İlanlı da, onun ətrafı bombozdur. Orada gəlsən bürkü hakimdir. Uzaq məsafəni görmək olmur. Elə-belə yaşamağa yaxşı şərait var, hava sərindir. Ancaq gərək hər təchizatında ola. Dolanışığımızın yarısı təbiətdən asılıdır. Bizə ot verməlidir, su verməlidir ki, tutunaq, yaşayaq, qalaq bu ərazilərdə. Bu istiqamətdə sol tərəfdə tala-tala qar qalıb. Sağ tərəfdə günəşin az tutduğu dərələrdə, seylablarda biraz qar qalıb. Bir də buludlu yerdə, onun arxasında da Qapıcıq tərəfdə də ola bilər, Göygöl tərəfdə bu yüzdə bir şey qalmayıb. Nəsrəz çayının səsi eşidilir. Birazdan onun da səs kəsiləcək, az olacaq suyu.
Kol dibində cazıqların yarpaqları belə saralıb. Həmişə ot biçimi dövründə belə təravətli olardılar. Dəryazla biçəndə qol gücü çatmazdı ki, onları biçib çıxasın. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik. 1-2 kilometr yolum qalıb, kəndin laf gələcəyindəyəm. Salamat qalın.